Salam Günel xanım. Salam. Dövlət qulluğuna kimlər qəbul ola bilər? Biz bununla bağlı Əlizcər müəllimdən məlumat alsaq daha yaxşı olar. Yaxınlaşın. Salam müəllim. Salam Günel xanım. Dövlət qulluğuna kimlər qəbul oluna bilər? Çox maraqlı sualdır. Bu, bir çox yoldaşı ən çox maraqlanan suallardan biri də budur ki, kimlər dövlət qulluğuna qəbul ola bilər? Yadda saxlayırıq ki, dövlət qulluğu haqqında qanunda bizə qeyd etdiyi kimi, 16 yaşa çatmış, dövlət dilini bilən Azərbaycan Respublikası vətəndaşları dövlət qulluğuna qəbul ola bilər. İrqindən, milliyyətindən, cinsindən və digər bu kimi meyarlardan asılı olmayaraq. Amma elə hallar var ki, həmin şəxslərin dövlət qulluğuna qəbul olunmasına yol verilmir. Bura 5 şəxs daxil adətən. Fəaliyyət qabiliyyətsizliyi və yaxud da ki, məhdud fəaliyyət qabiliyyətə malik olması məhkəmə qərarlarına təsdiq olunmuş şəxslər. Məhkumluğu ödənilməmişdirsə və yaxud da ki, üzərindən götürmək şəxslər. Tabelində işləyən şəxslərlə yaxın qohumluq, qudalıq əlaqələr olan şəxslər, yaxın qohumluq əlaqələri dedikdə ata, ana, bacı, qardaş, ər, arvad, oğul, qız, baba, nənə. Və qeyd edim ki, biz babamızın qardaşının və ya babamızın bacısının tabeliyində, nənəmizin qardaşının və ya nənəmizin bacısının tabeliyində işləyə bilərik. Bununla bağlı heç bir məhdudiyyət yoxdur. O cümlədən üzərində məcburi tibbi müayinələrin aparılması məhkəmə qərarlarına təsdiq olunmuş şəxslərin dövlət qulluğuna qəbuluna yol verilmir. O cümlədən də qanunvericiliklə nəzərdə tutulmuş digər hallar. Burada isə artıq digər hüquq haqlarda öz əksini tapan məqamlar var. Bu qədər. Təşəkkür edirik. Buyurun.